Herkese salam. Qızlar necəsiz? Növbəti vloquma xoş gəlmisiniz. Məncə videonu izləyənlər arasında geyimləri sevən xanımlar var mənim kimi. Bu arada saçlarım necədir? Baxın, təzə qaynaq yığdırmışam. Çox bəyəndim. Bu arada bu saç rənginə də bayıldım. Dırnaqlarıma baxın elə qızlar. Dırnaqları bu arada bizim salonumuzda Günka eləyib, yerrəm eləyib. Baxın, görün necə gözəldir. Keçən ayda bunu elətdirmişdim. Əməliyyata gedəndə baxsaz. Yenidən bu dırnağın kolleksiyasını elədim, amma bununla bu rəng fərqlidir. Yenidən bu rəngi niyə seçdim? Çünki bu rəng mənə çox uğur gətirdi. Belə şeylərə çox inanıram, bilmirəm niyə. Və məncə mənə yaraşdı. Çox qəşəng, rəngarəngdir. Mənim əhval-ruhiyyəmi açır. Siz də bizim salonumuza gəlib belə qəşəng dırnaqlar elətdirə bilərsiniz. Saçlarım da hardandır? Doğal Saç Bakudandır. Bu arada Doğal Saç Bakuda çox qəşəng saçlar var. Mən də oradan bu saçları əldə elədim. Həm də rənginə baxın necə qəşəngdir qızlar. Məncə mənə bu rəng çox qəşəng yaraşır. Məndəki 70 sm ilə 73 santimetrdir və mənim adımdan gedənlərə, bu arada Doğal Saç İzmir mərkəzi var, İzmirdə. Onun Bakıda şöbəsini açıblar, Doğal Saç Baku. Mən də getdim, oradan aldım. Çünki artıq neçə aylardır demək olar ki, normal saç yeri axtarırdım və istədiyim kimi saç yeri tapa bilmirdim. Bundan qabaq mənim bir dənə səhifə vardı. Onlar sağ olsun allatdılar. Saçım yandı, öz saçım zədələndi. Ona görə də aylardır normal yer axtarıram ki, qəşəng saçlar alım və qaynaq elətdirim. Çünki bu yaxınlarda səyahətim var. İstəyirəm ki, qəşəng görsənsin, çəkilişlərdən falan belə göstərim sizə. Çox qəşəngdir məncə. Instagramda sual-cavab elədim. Sizlərin fikirlərini aldım. Siz də Doğal Saç Bakunu yazmışdınız. Belə, mən də getdim, ora yollandım. Bu arada qızlar, Doğal Saç Bakuda 100 qram saçın qiyməti 200 manatdır. Məncə çox uyğun qiymətədir. Hər rengi var da. Yəni təsəvvür eləyin, qaradan tutmuş açıq turuncu rəyə qədər var. Pəmbiş rəyə qədər var, pəmbiş. Və qızlar, mənim adımdan gedənlərə ekstra 20% endirim olacaq. Amma 100 qramı zaten 200 manatdır, çox uyğundur. Özünüz görəcəksiniz də bu saçların kalitəsinə həqiqətən dəyər son qəpiyinə qədər. Və ekstra evdar xanımlar, iş xanımları, kredit şərtləri var. Yəni kreditlə də bu saçları əldə edə bilərsiniz. Bilirsiniz də yəqin ki, qızlar, qəşəng saçlar çox bahalı olur. Düzdür, burada qiymətlər çox normaldır, çox uyğundur. Mənim adımdan gedənlərə 20% endirim var. Bazarlıq vlogu gəlsin, ev təmizliyi olsun. Yazıb bir dənə izləyicim yuxarıda. Əgər siz də mənim saçlarımı bəyəndinizsə, videonu like edirsiniz, yorum yazırsınız və kanalıma abunə olursunuz. Saçlarımı da mənim könüllüm, ürəyim, Woman Secret'in göz bəbəklərindən biri olan könüllüm burdu bu günləri. Səhər burduğudur bu arada. Görün bizim qızların əl işi necə gözəldir. Bu buruqlar çox qəşəng qalır. Mənim öz saçım da bu rəngdə idi deyə könül eləmişdi. Saçımı boyamışdı. Ona görə də elə qaynaqlarda bu rəngdə seçdim. Yəni gəlib bizim salonumuzda da öz saçınızı bu rəngdə boyaya bilərsiniz. Doğal Saç Bakudan da qəşəng belə saçlar alırsınız. Gəlirsiniz bir yerdə saçlarınızı uzadırıq. Belə, mənim qabaqda 3 dənə səyahətim var və o səyahət üçün sifariş verdiklərimi bir yerdə açırıq. Bunları mən özüm sifariş eləmişəm. Bu ikisini Trendyoldan zakaz eləmişəm. Bunlar nədir? Belə göstərim sizə. Dənizdə geyinmək üçündür. Həm Sənana, həm özümə sifariş eləmişəm. Amma Sənanın ayağına nəsə girmədi. Dedim, narahat geyinəndə açılar. Dənizdə, daşlı dənizlər olur. Trendyoldan belə zakaz elədim. Deniz tərliyi gedirdi də, səhv eləmirəmsə. Belə bir şeydir. Mənə qəşəng oldu. Bir dənə bundan zakaz elədim. Bir dənə də belə qara rəngin zakaz elədim. Amma nəsə Sənana olmadı. Nəsə də bitər-büzür geyindirərik. Sonra qızlar, Eyyodan donza zakaz eləmişəm özümə. Geyinməyə axıtım yoxdur, ona görə belə göstərirəm sizə. Belə bir şeydir, qolu yoxdur.
Qolu yoxdur. Əməliyyatdan sonra qudurmuşam. Bəli qızlar, əməliyyatdan sonra qudurmuşam. Qolu açıq geyinirəm. Uca bilirsiniz də mənim qollarıma qarşı kompleksim var. YouTube-da kimsə yazdı, düşürlər. Ev yoxdur, ev yoxdur. Problem deyil. Qızlar, belə bir dondu. Eyo'dan sifariş eləmişəm özümə. Növbəti donumuzsa Eyo'dan belə bir materialı falan çox bəyəndim. Bilmirəm indi bu mənə necə qalacaq. Belə bir material var. Şəkillərini bura qoyacağam. Çox bəyəndim bunu da. Belə varatniklidir, qısa. Dənizdən çıxdın, kupanikin üstündən qəşəng geyindin. Yəni günorta yeməyinə falan restoranda geyindim. Məncə çox qəşəngdir. Baxın, material da belədir. Bu da Eyo'dandır. Qızlar, belə bir şey zakaz eləmişəm. Eyo'dandır bu da. Belə bir saroçkadır. Belə bir saroçka. Model o qədər arıq, o qədər balaca, miniatürlü qızdır. Sevirəm özdə o qızı, izləyirəm, follow eləyirəm. Onda çox qəşəng qalıb. Bilmirəm məndə necə qalacaq. Belə saroçkadır, amma iç göstərən bir saroçkadır. Belə göstərim sizə. Şəklini qoyacağım buralara. Qol detayı da bu şəkildədir. Belə bir saroçkadır. Belə bir şey. Və bunun bir qarış olan yubqası. Bu mənə necə qalacaq, necə girəcək. Yəni bu mənə necə qalacaq bilmirəm. Arxaya fikir verməyin. Sənənin 5'ləridir, çünki tətil qabağı yer yığış edirik. Bunun belə qırağından belə bir şey gedir. Bu da bilirsiniz, məsələn, yubqanı geyindim, hə? Yubqanı geyinəndən sonra bundan yubqanın üstündən bu tül gedir, bu tül belə. Buradan da bantik bağlayıram bu tülla, hə? Bu da belə uzun qalır. İndi bu mən necə qalacaq? Bu boşanma səbəbidirmi? Bilmirəm. Yəni inşallah hayallər, həyatlar yaşamaram. Bu detayını çox sevdim də qızlar. Yubqadır, yubqanın burasından belə tül gəlir və belə qalır. Buradan bandiklə bağlanır və belə də atırsan tül və üstünə də bu saroçkadır. Qəşəngdir əslində. Paltarı savunma şəklin. Pul vermişəm axıra. Gərək axıra qədər savunum. Shein sifarişlərinə. Bilmirəm adı Shein'dir, Shein'dir. Siz yorumda doğrusunu yazarsınız. Bunun əsl adı Shein'dir, yoxsa Shein'dir. Sözlərə takılmırıq qızlar. Gəlin bu sifarişlərimi sizə göstərim. Bunlara hardasa 400 manata yaxın pul vermişəm bu sifarişlərimə. Xanıma linklərini atdım, xanım gətirdi. Adı səhv eləmirəmsə Ayiş, Instagramda Ayiş Shein idi. Shein'in bağlamalarını çox sevirəm. Çünki sonra bunları açandan sonra, məsələn, içərisindən bunları çıxardandan sonra ən çox da kupaniklərdə sevirəm. Məsəl üçün kupanik falan yaş olur, eləyir, ya nəsə də ayrıca qoymaq istəyirsən özəl geyimlərinizi. Belə təzdən qoyursunuz içərisinə və belə bağlayırsınız. Hə, qızlar, bu nədir? Bunun niyə şeyi yoxdur? Canım mənim. Bunun üstü nədir? Qızlar, bu nədir? Bunun əsl kupanikdir. Kupanikin üstündən belə geyinməyədir. Çox qəşəngdir bu arada. İndi inşallah ki kupaniki də çıxar. Belə bir şeydir. İstirahətə gedirəm axı. Gərək şıkır olun. Mən də daşlı şeyləri sevirəm. Kupanikin üstündən geyinməyədir qızlar bu. Qəşəngdir ya. Sizcə necədir qızlar? Bu arada nə olar, kanalıma abunə olun da, xahiş edirəm. 70 minlik səhifəm bağlandı. Shein Bae səhifələri Shein'də belədir, əgər bundan almaq istəsəz. Bu isə saç tokalarımdır qızlar, baxın. Belə. Biri desən, biri düşüb. Buna baxın, biri düşüb. Nə pis olur. Neyse, bunlar təzdən yapışdırmalıyım deyirsin. Zəhlim gedir də belə şeylərdən. Əsəb oldum lap. Bu da belə saça vurmaq üçün götürdüm ki, nə bilim, dənizə falan gedəndə belə vurum bu hissəsinə. Saçımı ya burasına rəngarənk.
növbəti sifarişim. Wow! Qızlar, bu da kupalnikdir bu arada. Açıq-saçıq geyinmək istəməyən qızlarımız üçün belə, gördən mən sizi almışam. Belə kupalnikdir qızlar. Görmürsə razmıydı bu. Belə bir kupalnikdir. Qırmızı rəydə. Rahat, şık, güzel. Belə bir şey. Geçəydi, mən bəyəndim. Belə bir papaq sifariş eləmişəm özümə. Buna ütü lazımdır da, yəqin ki, bu papağı. Füt, bundan nə pisi gəlir. Füt. Ayda, amma çox qəşəng deyil, rəngi falan. Necə gözəldir, baxın. Çox qəşəng deyil. Bu detayı sevirəm belə. İyi, amma çox pisdir. Növbəti sifarişimizə baxırıq. Wow! Wow! Qızlar, bu bilsiz nədir? Bu dənizdə geyinmək üçündür. Məsələn, belə. Belə bir şeydir qızlar, dəniz üçün. Baxın, belə bir şey. Belə. Burasında gül detaylı. Bu gülün biraz ürəyi gedib. Bunu necə dirçətmək olar? Su versə görən kəndinə gələrmi? Belə bir şeydir qızlar, kupalnik həm. Və üstündən kupalnikin belə bir yubqasıdır. Gözəldir. Bəyəndim bunu da. Çox qəşəngdir. İyləri niyə belə iyi var? Yubqa sifariş eləmişdim, qırmızı. Belə. Yubqa şortik kimidir. Bilirsiniz də, bu il trend Ələddin şalvarlar, balon yubqalar bu tərzdə. Bunun məndə bu arada ağ rəngi var, amma ağ rəngin zarını almışdım, səhv eləməmsə. Mesela buradan bunu da ütüləmək lazımdır. Şortik yubqa kimi gedir. Belədir. Çox qəşəngdir. Məncə bu. Bunu da bəyəndim. Materialı falan da qəşəngdir. Bunu prosta qəşəng ütüləmək lazımdır ki, güzel dursun. Neçə ildir özümə artıq kupalnik zakaz eləmirəm. Dedim, bu il olar. Əməliyyatdan sonra olar. Ay Allah, bu ne güzellik kızlar. Buna bak, gönül istəyərdi ki, sizin qabağınızda geyilim bunları istəyirəm, ama o deyil yani. Bakın kızlar, ne güzel kupalnikdir, rengarenk, ne güzel ve bunun üstü var. Belə bir şeydir. O misal üçün belə geyindim, düzdürmü? Bunu da belə bağladım. Şu anda şey yapabilmedim. Bu nedir giyinirler bu? Buradan salırlar ayağı. Böyle giyindik mi? Sonra da üstünden bunu böyle bağlayırıq. Yəni məncə çox qəşəngdir. Bu arada fikirlərinizi yazın. Hansını bəyəndiniz, hansını bəyənmədiniz qızlar? Nə olar bu arada mənə abunə olun da xahiş edirəm. 70 minlik səhifəmi oğurladılar, bağlandı səhifəm. Bağladılar səhifəmi, oğurlar. Xahiş edirəm bu səhifəmə dəstək olun, abunə olun, yorum yazın. Pis yaxşı yorum yaza bilərsiniz. Fikirlərinizi yazın. Belə bir sifariş eləmişəm özümə. Elə bir ki, yağış damlaları kimi bir sepdir. Çox qəşəngdir. Baxın, belə göstərim sizə. Bu çox qəşəngdir də, yəni belə sanki boynumda yağış damlaları var. Bilirsiniz də, mən yağışı çox sevirəm. Yağmur. Yağmur yağar inceden. Çok güzeldi, çok zarif. Bu arada bunların hamısına toplam 400 manata yaxın pul vermişəm. Allah'ım, ne olar həmin paltanın arxası qalı olsun. Ay, yox, o değil. Burada bir şeyden şübhələndim, ona görə. Kızlar, bu da kupalnikdir. Bunu necə göstereyim sizə? Bu siz nətər bir şeydir. Bunu belə geyinirsən, bunu belə geyinirsən, bu buradan bağlanır, buradan belə. İndi şey eləyə bilmirəm də mən. Belə bir şeydə bağlanır, bu tərzdə buradan, İçərisinə də belə bir şey geyinirsiniz və üzərinə də belə bir şey geyinirsiniz.
Belə bir şeylər. Bakın. Belə burasında da gül detayı var. Belə bir kupaynikdə altıdır və üzərindən bir qollu belə bir şeydir. Yenə də üstün bağlamaq üçün çox qəşəngdir. Yəni bunu da sevə-sevə sifariş eləmişəm. Və qızlar, bu dəst. Belə bir şortik zakaz eləmişəm özümə. Belə klitkalı geyimləri sevirəm. Qızlar, və bunun üstü var. Üstü də belə bir saroçkadır. Çox qəşəngdir də. Bunu görsəz, yəni indi tam buradan bilmirəm görürsünüzmü? Arxasında belə bir bağlamaları var. Boşaltmaq, daraltmaq olur arxasından. Onun şortikidir belə. Bu ikisinin çox qəşəngdir məncə, bilmirəm. Yəni buradan görürsünüz, ötürə bilirəm sizə bu gözəllikləri. Daha sonra qızlar, bu kupaynik. Allah, ne qədər kupaynik zakaz eləmişəm mən, səyəmi, indi fikir verirəm. Belə bir şortikdir qızlar. Kupayniklərdə bikini geymirəm. Genəlliklə, yəni bayaqdan bəlkə fikir versəz, bikini olsa belə üstündən nəsə atmağa bir şey var da. Bikini geyinə bilmirəm, uzun illərdir şortikə keçmişəm, bilmirəm niyə. Bunda daha rahat oluram və bunun üstünün, belə kupaynikin üstüdür belə, mayka şəklində. Belə bir şey. Növbəti sifarişim qızlar. Növbəti sifarişimsə belə bir dondur. Qəhvə rəngdə don. Bel detaylar var. Beli belə açıqdır. Bu tərzdən belə bir şey. Belə bir dondur dostlar. Beli açıqdır. Və bu tərəfində belə razrezi var. Belə. Dantellerim falan belə göstərim sizə. Yəni bunu da bəyəndim. Ayda, bu dəst. Bunun hanı koftası canım? Belə bir şalvardır. Üstü də olmalıdır. Belə bir şeydir. Cibləri var. Şalvarın üstü yox. Bakayım. Daha sonra qızlar belə bir şortikdir və üstündən belə bir sarı saroçkası. Çox qəşəngdir bu da məncə və mənə yaraşacaq deyə düşünürəm. Belə. Rəngim buradan ötürə bilmirəm sizə, amma həqiqətən çox qəşəngdir. Belə bir dəstim və qızlar belə bir saroçka sifariş eləmişəm özümə. Bantikli, şirin, minnoş saroçka. Çox qəşəngdir məncə. Sizcə bəs? Çox qəşəngdir. Belə bir saroçka. Belə bir kofta. Sənanla bizim sevgili yox da tanış olduğumuz tarix 23-dür deyə 23 rəqəminə qarşı ayrı bir həssaslığım var. Evdə bir neçə dənə belə koftiçkalarım var. Üstü belə 23 yazılan, arxasında da belə New York. Məncə çox stillidir. Belə göstərim sizə. Çox qəşəngdir. Belə bir şey. Qanım çox pis qaraldı qızlar. Bu şalvarın üstün sifariş elədiyim, hansı ki səhifədən sifariş eləmişəm. Xanım sağ olsun, üstün. Orada mən deyir ki, bəs orada siz ancaq şalvar zakaz eləmişsiniz, amma mən dəst şəklində atmışdım. Bunun da altı gəlməyib, altı və üstü də, yəni kupaynikin iç hissəsi gəlməyib. Yəni heç nə belə. Qanım bu ikisinə görə çox pis qaraldı. Çünki ayağın ucu ikisi uçurar. Geyməyə çox şeyim var. Yoxsa belə şeylər sevmirəm. Keyfimizi pozmuruq. Növbəti sifarişlərimi açmaq istəyirəm. Deməli qızlar, bu xanım
Mənə çox qəşəng geyimlər göndərib. Bu digər xanıma ödənişimi vermişdim. Amma bu gələnlər mənə hədiyyədir. Sağ olsun. Bir dənə tələbə bir xanımdır. Biz ona dəstək olmalıyıq. Onun bizim dəstəyimizə ehtiyacı var. Instagram səhifəsini buralara yazacağım xanımın. Xanımın səhifəsini follow etsəniz çox sevinərəm. Çünki həqiqətən ehtiyacı var və tələbə bir xanımdır. Mənə də qəşəng hədiyyələr göndərib. İstəyirəm bir yerdə açaq. Bu arada bu sifarişlər də hər biri Shein'dəndir və ya Shein'dəndir. Belə bir koftaçkadır, qara bir koftadır. Bu hissəsi biraz razrezlidir belə və burası belə büzməlidir. Belə bir koftadır, qara kofta. Daha sonra qızlar, ne güzel, ne güzel. Yine kupalnikin üstünden giyinmeye çok qəşəng zebra desenli giyinirik və güzel denizde gəzirik. Havuz kenarında gəzirik. Mən bəyəndim bunu da. Biz ayın ikisi Sənanla Fethiye'ye gedirik. Oradan çox gözəl bir otelə dəvət almışıq. Fethiye'de çox gözəl bir oteldir. Orada da sizə YouTube vlogu çəkəcəm. Mütləq baxarsınız, fikirlərinizi bildirərsiniz. Hə qızlar, çox qəşəng bir otelə dediyim kimi dəvət almışıq. Verti otellər şəbəkəsidir. Fethiye'de yerləşir. İnşallah Sənanla gedirik ora. İstirahət eləyəcəyik, həm qəşəng kontentlər çəkəcəyik, videolar çəkəcəyik, həm də YouTube vlogu çəkəcəm oteldən. Bəlkə aranızdan kimsə yaya bir tətil planımız var. Fethiye bu arada möhtəşəmdir. Çox sevirəm Fethiyeni, çox bayılıram ora. Ümumiyyətlə Türkiyənin bütün hər yerinə bayılıram. Hər yeri gözəldir mənə görə. Demək olar ki, hər yerində gəzmişəm Türkiyənin, hətta maşınla gəzmişəm. Çünki maşınla səyahət eləməyi çox sevirəm. Vlog paylaşacağım. Bəlkə yayda həmin otelə getmək istədiniz sizdən. Belə çox sevinirəm ki, həmin otel bizi dəvət elədi. İnşallah vlogumuza baxarsınız. Bu arada lütfən bu kanalıma abunə olun. Kanalıma dəstək olsanız çox sevinirəm. Sadəcə bir abunəni mənə çox görməyin. Like eləyin və yorumlarınızı yazın. Pis, yaxşı yorumlarınızı yaza bilərsiniz. Bu digər bizim xanımın mənə göndərdiyi gözəl bir dondur. Bunun üzərinə baxın. Belə çiçək desenli. Çox qəşəngdir axı. Bayıldım buna qızlar. Eğer burada nəsə zakaz eləsəz, Mal Amerikadır. Çalışın bir razmer, iki razmer böyük götürün. Mən həmişə eləyirəm, sonra gedirəm. Şimdi böyük qalırsa dərzidə orasını burasını tuttururam. Çünki həqiqətən çox vaxtı Mal Amerika gəlir. Həmişə mən ya el götürürəm ya XL götürürəm. Sonra onu öz bədənimə uyğun yığdırıram. Bir də məsəl üçün SM gələndə də məsələn platyada çox qısa gəlir. Onlarda onu sevmirəm. O görüntünü sevmirəm. Ona görə həmişə böyük zakaz edirəm, böyük bədən. Gedirəm dərzidə düzəltdirirəm. Bunun bu detayına baxın qızlar. Görün necə gözəldir. Fartuq detayına. Onun bizim dəstəyimizə ehtiyacı var. Bu nədir qızlar? Etorşlu. Belə bir dondu. Qolu belədir qızlar. Belə bir dondu. Qol detayı böyle. Belə. Qəşəng bir dondu. Çiyini belədir. Və aşağı hissəsi də belə. Maraqlıdır əslində. Qəşəng bir dondu. Buna bir dənə ütü. Hətta bunun üstünə bunu da bağlamaq olar. Nəsə maraqlı bir şey qatmaq olar. Məncə belə düşünürəm. Siz nə düşünürsünüz qızlar? Sizcə belə bir şey eləmək olar ya eləmək olmaz? Instagram üçün də çəkməliyəm. Ayrıca YouTube belə yataydı, Instagramda dikeydi. Bunlar təzədən yığıb qırıldı. Təzədən Instagram üçün video çəkməliyəm. Belə bir şeydir. Bunu siz niyə zakaz eləmişəm? Belə eləyəcəm və belə bir şey eləməyə fikirləşirəm belə. Və qara kofta, burada xanımın mənə göndərdiyi qara kofta, belə bir kofta və altına bir dənə də tigrov yubka zakaz eləmişəm, belə bir kombin. Bu qara, bu tigrovu qara kofta və tigrovu yubka ilə məncə çox qəşəng bir kombin olacaq. Qızlar sizə güvənirəm. Bilirəm ki,
məni pis çıxartmayacaqsınız xanımın yanında. Yəni həqiqətən ehtiyacı var və tələbədir. Mən bilirəm ki, siz çox mərhəmətlisiniz mənim kimi və hər kəsə dəstək olmağa çalışırsınız mənim kimi. Ona görə də gəlin xanımı səhifəsini follow eləyək. Bəli, qızlar, bir də belə ayalı bu materialın nə zordur. Prosta çox böyük zakaz. Gəl, bu çox böyük gəlib, çox bol gəlib. Allah, bunu dərziyə versəm görən tutdura bilər qıraqların. Az qalıb, vaxta bu gün ayın 29-udur. Çox böyükdür bu, biraz. Və qızlar, belə bir kofta zakaz eləmişəm özümə. Bu hissəsində böyle bir detayı var. Bu necə baxaq? Görəcəm mənim detayına. Koftadır, burasında da tül detayı var. Baxın belə. Belə bir kofta. Və boğazına bağlamağa da belə tülü var. Hətta bu tülü saçımıza da bağlaya bilərik. Boğazımıza da bağlaya bilərik. Əslində çox qəşəng koftadır. Belə bu hissəsindən belə tül gəlir. Belə qəşəng atlas koftadır. Çanta sifariş eləmişəm. Bayıldım. Buna baxın. Necə gözəldir. Çox qəşəngdir. Burasında belə. Ay Allah, çox qəşəng deyil qızlar. Çox minnoş. Çok qəşəng. Askım ya, askım. İçərisində belə bir şey var. Torbası. Bu ne? Arkadaşlarım. Kıyım bakayım. Bakın kızlar. Bunları çıxardık. Buna bakın kızlar. Belə kabloklardır. Gözəldir. Belə çox da hündür deyil. Bu arada çox hündür geyinə bilmirəm. Belə çox qəşəng. Renginə də ayrıca bayıldım. Bu yubka. Çox qəşəng bir dənə yubka zakaz eləmişdim özümə. Bəlkə o tüllü belə mayçıqa var ya, ondan çox qəşəng olar məncə. Qəşəng də hə. Yubkaya bayıldım. Kızlar bakın. Belə bir yubkadır. Bayaq sizə dedimi, başıma bağladığım var idi, bandana. Ondan bu yubkanı giyinəcəm və qara koftayla qəşəng kombin edəcəm. Məncə çox qəşəng yubkadır. Da çox gözəl gəlib, kaliteli gəlib. Bəyəndim yubkanıdan. Belə bir kofta zakaz eləmişdim. Bilirsiniz də yəqin ki, bu ilin printi budur. Xallıq koftalar, yubkalar, donlar belə iç göstərir. Bunu qəşəng bildizdə ağ buzqalterlə və ya mayka ilə ağ belə topiklər olur, ondan geyinmək olar. Bir dənə də belə bir kofta zakaz eləmişəm. Qızlar, baxın bu hissəsində belə bir, baxın. Görürsünüz, tül detayı var. Bu il yenə tül detaylı geyimlər dəbdədir və bu belə xallı printlər dəbdədir. Bu da belə bir koftiçkadır. Belə bir şey zakaz eləmişəm. Yenə kupalnikin üstündən geyinməyə. Çox qəşəng deyil. Belə baxın, toxunma. Bunları bilirsiniz niyə sevirəm? Bunları məsələn dənizdən, hovuzdan çıxdınız. Kupalnik yaş olur da. Bunu giyinirsiniz. Elə qəşəng canına çəkir ki, belə şeylər sevirəm. Belə qısa bir şeydir. Kupalnikin üzərindən geyinmək üçün. Belə bir tapiçka sifariş elədim. Maraqlı bir şey. Buna oxşar bir dənə Hande Erçel'də görmüşdüm. Hande Erçel'də çox sevirəm. Belə bir tapiçkalar. Şiqlamdan yəqin ki, kirşan falandır. Sağ olsun. Böyle bir şeyler koyup
Teşekkür edirəm incə düşüncəniz üçün. Hələ bu qədər şeyi mənə zakaz eləmisiniz, gətirmisiniz, hədiyyə göndərmisiniz. Bu belə mənim üçün böyük bir şeydir. Yəni, görürsünüz də qızlar, necə insanlar var. Adamlar tanıyıram ki, bu həyatda. Day pulun balta kəsmir də, amma necə xəsis, necə kırılsa. Amma qız tələbə canı ilə, yəni həqiqətən dəstəyə ehtiyacı var bu arada. Yəni, tələbə canı ilə bu xanım, gözəl insan. Görün mənə nə qədər belə gözəl şeylər hədiyyə göndərib. Bunları sizlərin huzurunda açmasam olmazdı. Xanımın səhifəsini yenə bura qoyuram. Əgər dəstək olmaq istəsəniz də belə şeylər, belə geyimlər, belə ayaqqabılar, aksesuarlar, çantalar sifariş eləmək istəsəniz, xanımın səhifəsinə yaza bilərsiniz. Qızlar, video bitdi. Əslində mənim digər sifarişlərim də o birisi otaqdadır. Onu sadəcə artıq Instagramda və YouTube'da short hissəsində paylaşmışam. Zara'dan gələn sifarişlərim idi. Onda Nazildən sifariş eləmişdim. Nazilin səhifəsində 3 qat ucuz qiymətə, Zara'nın rəsmi səhifəsində nə görürsünüzsə Nazilə atırsınız. 3 qat ucuz qiymətə həmin geyimləri gətirir. Onlardan biri də bu arada bu şalvarımdır. Zara'nın rəsmi səhifəsində gördüm, atdım, sağ olsun gətirdi. Videonu burada bitirirəm. Videonu like eləyin, yorum yazın. Pis yaxşı yorumlarınızı gözləyirəm. Çox amma çox xahiş edirəm ki, kanalıma abunə olun. Növbəti vloqum isə hardan gələcək? Fethiye'dən gələcək. Gedirik inşallah istirahətə. Oradan maraqlı anlarımızı paylaşacağım. Otel necədir, harada qalırıq, havuzu, dənizi, yeməkləri, restoranları, əyləncəni paylaşacağım. Fethiyəni sizə göstərəcəm. Mütləq o vloguma baxarsınız. İnşallah o vlogumu da bəyənərsiniz. Abunə, tək bir abunə. Sağ olun. Qızlar, yadımdan çıxıb bunu heç açıb göstərməmişəm sizə. Qızlar, buna baxın, görün necə gözəldir. Instagrama çəkəndə gördüm bunları. Xanım bunları dedim bayaq mənə göndərib hədiyyə. Instagrama çəkəndə də bir də gördüm. Bir dənə açılmamış hədiyyəm var. Belə bir üstdən bunu bayaq dedim sizə, altdan bunu geyinin içərisindən, üstündən də bunu, altına da bu yubqanı. Qızlar, görün necə qəşəng yubqadır. Çox qəşəngdir. Burasında belə gülü də var. Buradan belə bir detay da var. Belə bir yubçikadır. Çox qəşəngdir. Bəyəndim yəni. Çox bəyəndim. Belə yubqası. Əslində qara belə kofta ilə də geymək olar. Bu arada mənə gələn Instagramdakı izləyicilərim üçün geyinirdim bir-bir. Xətrinizə dəyməsin. Amma bunu da çox sevdim də, bu donu. Belə buradan aşma. Çox qısa deyil, amma bilmirəm, burada nəsə göstərə bilmədimsə belədir. Yəni belə bir qəstyum var. İçərisindən də belə bir şey. Heç nə. Öpürəm sizin. Sağ olun.